Hale. Bir dəqiqə gözləyin gəlirəm. Ay. Bu da bu. Ceyranın çörəyi kəsildi. Allah kəsməsin heç kəsin çörəyini. Bəndə kəsib nə olacaq? Allah kəsməsin. Salam. Səhər müəllimin tərbiyəsi bir örnəkdir. Bəli. Həqiqi darıxdım ama ağlayası yerə çatdım. Həqiqi darıxdım. Bizim millət niyə belədir axı? Həqiqətən xərçəng bir şey. Baxın da tutun ki, məsəl üçün bir dəfəlik yoxdur da, məsəl üçün, yəni bağlanıb, məsəl üçün deyirəm, qulaqlara qurğusun nəsibə demişkən. Bu qədər insanlığa heç mi yaxşılığı olmadı bu millətə, bu cəmaata? Ayıb deyilmi? Nə utanmaz adamlar var, Gəlməyin, mən səhifəmə, mən orada tanımısınız. Bu səhifəyə gəlməyin də, oranı istəməyin gəlməsin mənim səhifəmə. Yaxşı yol açıqdır. Ay bacım, moderatorlar, sizə axırıncı dəfə deyirəm. Oranın adını çəkən adamı rədd edin, bloklayın, geçsin. İnşallah açılacaq, bəli, Gülqulyev. Adam gedib bayrama gediblər də, nə istəyirsiniz? Bayram keçirmirsiniz. Siz keçirmirsiniz, ya başqası da keçirməsin. Bayrama gediblər. Qara bayram olacaq. Qara bayram belə sənə olsun. Ayıb olsun sənə. Yaxşı cavab verdin. Hə, 84 vallah. Allah eləməsin, bağlansın, düzdür. Buynuzu olur bayrama getməyin. Dünən konsert verdi, bir gün getdi. Qaldım belə, bəli, qaldım belə. Xəzər dənisi yaman gülürsə, qaldım belə. 777 bayrama gediblər. Bayram.
Bayram. Allah üzümle küfte sifət olmuşam. Önce küf gelmişim. Ay Allah mən. Arzuya yazdı. Arzu şeydədir, canlıdadır ki, nə edəsiz? Həmişə etdiyimizi. Arzu şeydə var, nədir? TikTok'da var, canlı yayında. Baxın, görün. Nə oldu? Onlar hara getdilər görəsən? Bunun tərsinə tutaram səni. Tərsinə. Nəşr eləyərəm səni. Arzu Mahirgilə gedib. Buyur. Format dəyişəcək, bəli, verilişlərin formatı dəyişəcək inşallah. Allah qorusun. Oh, sən nə edəcəksən ay bacı? Mən nə edəcəm? Mən nağar oldum ki. Mən orada işlə bildim, elə bildim. Çağırırdılar, gedirdim. Yine çağıracaklar, yine gedəcəm. Çağırmayacaklar, yine oturacağım. 10 günü, bu 10 günü gedəcəm Zaqatalaya, gözəlliklər diyarına. O heç onun, polislər onun işinlə məşğul olacaq. O günlük gedəcəm Zaqatalaya dostlar. Gedəcəm evimə, qapımı açacağım. Ondan sonra evime el gezdireceğim, süfre açacağım. Ondan sonra qohumlarıma gedəcəm, qəbir üstünə gedəcəm. Anamın, xalamın, dayımın, hamımızı qəbir üstünə gedəcəm. Ondan sonra işsiz qaldım. Məni qoymazlar işsiz, sən narahat olma heç. Bir də ki, qalanda aç süzdürük, mənim balalarım baxır, evə çörək gətirənlərim var. Narahat olma. Bəli, maxara yiyəcəm, qutab yiyəcəm. Zaqatalada. Maxara gətirin. Elbindir. Vəsiyyətim orada qalıb da. Yəqin ki, açılanda çağıracaqlar. Can, Arzu haqqında mən xahiş edirəm. Mən səhifəmdə başqaları haqqında danışmayın. Xahiş edirəm. Kız indi kızıma çatdılar. Kızım barışdı, bilmirəm vallahi. O söhbətə mən qarışmıram. O söhbətlə mən maraqlanmıram. Barışsa da özüblər, barışma mənlik deyil. Maxara gətirin yeyək. Deyir, veriş də qutardı. Neyniyəsiz, maraqlıdır. Deyirəm, çox maraqlı sual verirsən. Bir yazdığına ay bala, sən o suala bir baxırsan, nə yazırsan? Allah, sən saxla. Deyirəm, ay Allah, ay Allah. Nə cadılar var. Dəniz xanım deyib, baxırım. Ha, baxırsan Dəniz xanım, indiyə qədər neynirdik? Sual verirəm də, biz ora çıxmamışdan qabaq neynirdik? Sənə sual verirəm. Əli. Vəbşə, mən niyə danışıb boğazımı cırıram sizdən ötürüyə, bəzilərindən ötürü? Necə seviniblər, vallah. Elə seviniblər, Əliyevə bunlara nə düşüb? Estağfurullah. Ne kadar haindiler bəli, Laçınlı. Ne kadar hain, ne kadar paxıl, ne kadar abırsız insanlar var, deyirəm, vallah. Bəli, Zahir bəy əziyyətinizi çəkirdi. Bəli, hamının əziyyətini çəkib. O nankörlər.
Xəstələrə mi baxmayıb, xəstələrə mi əməliyyatlara göndərməyib, nə bilim, o hüquqi işlər var idi, vəkillər deyə Zarina sənədlərini aldılar. 30 il alına bilməyən sənədləri Zarina bugün aldı. Ayıb olsun. O pis yazanlar, ayıb olsun. Xainlər. İsmariklər qoyun bizimkilər. Zarina bax, bu günlərim məhkəməsi oldu, bəraət qazandı, pasportu alınacaq. Ayıb deyil. Sizi gördüm, istedim, dindirim, utandım. Niye canım? Neyse. Mən sizə dil çatdıra bilmərəm bala. Siz çoxsunuz, mən təkəm. Aygün də girir, çıxır. Nə olub Aygün? Mən zarı pisləməmişim, yalan danışmam, mən ekspertləri pisləmişim. O da mənə sataşıblar, məni təhqir ediblər, mən də gəlmişəm, açmışam, onları təhqir eləmişəm. Bitdi, tardı. Kimsə mənə yenə də təhqir eləsə, ondan 5 betərini yenə də eləyərəm. Moderator. Salam İsxan, geçən bayram mübarək. Sağ ol, Uzer, necəsən? Ay Allah, məncə kökəlmişim. Vay. Orxan, sağ ol Orxan. Verilişdə olanlar nə olacaq? Verilişdə olanların əksəriyyətinin problemləri həll olundu. Dostlar, bu günlərim Zarina xanım da sənədlərini məhkəməsi oldu. Əlbəttə ki, bizim nəsərin sayəsində, oranın vəkilinin sayəsində, Əkbər müəllimin sayəsində işi həll olundu. Məhkəmə oldu. Məhkəmədə qətnamə çıxarıldı ki, bəli, Zarina xanıma pasport verilsin. Bu gün də pasportun olacaq. Yəni, asal xidmətdən gedib pasport alacaq. Mənim analiz verib. Mən pis oldum. Sağ olun, sizin də bayramınız mübarək olsun. Çoxlu bayramlara çıxasınız. Neyse, sağ olun dostlar. Mən girdiyimə peşman oldum bu günlərim. Bu günlərim heç bura gəlməyən insanlar gəldilər, gül ağızlarını açdılar. Nə bilim, Allah köməyiniz, Allah sizi islah eləsin. Bəzilərini deyirəm, hamıya ayıb deyil yəni. Allah sizi islah eləsin. Heç kəsin pis günündən sevinmək olmaz. Əlbəttə ki, ola bilsin ki, bugün yenə də söyləyirəm. Bizimlə sən yoxdur, amma Zaur Baxşəliyev nə qədər ki yaşlayır, verilişdə olacaq, ekranda olacaq. Bundan 100% əmin olun. Başa ola bilsin ki, yenə də deyirəm, format dəyişir, amma Zaur Baxşəliyev illərini bu yaşa orada çatıb. Başa düşürsünüz, mavi ekranlarda çatıb. Ona görə bəzi insanlar özünüzü yığışdırın, ağzınıza gələndə deməyin, ağzınızı yırtarlar. Bunlar da qaldı çörək pulsuz. Hə, vallah, Emilia, yox, Gülya, çörək pulsuz qaldıq, vallah. İnşallah, Allah qoysa. Sən ürəyimsən, xala. Sağ ol, ya Allah. Allah sağlık qorusun, amin. Allah bax, belə, bura gəlib o yazan pisliklər var, ha, 1-3-4 dənə mikroblar. Allah sizi ellərindən qorusun, Ayza müəllim. Bax, indi görünür ki, dost düşməni bax, dar ayaqda tanımaq olur. Salam Pəri, necəsən ay Pəri? Sakın sən də süsün. Buyur Günay xanım, salam, necəsən? Ay Tural, oxu yazdığımı. Yorulmadı xanım, yoruldum vallahi. Eyni suallara cavab verməkdən bunlar məni yordular. Neyse.
Neyse. Sana görüşünü bilmediler. Az sen hele oradasan. Onu qızları saxlayır, narahat olmayın. Bəli, mənim qızlarımı saxlayacaq, narahat olmayın siz. Saxlamayanda da TikTok'da. Hər halda məni sevənlər onlar 2-3 nəfər olsa da. Mənə baxacaqlar, siz narahat olmayın. Dəhşət kökəlmişəm, ay Allah, bu nədir? Sifət dəyişilib. Elə bir ki, iğnə vurub şişdiriblər sifətimi. Şişdi yalnız, ay dostlar. Bu qaraciyərin zibilləri. Üzüm dəyişib, gözəlliyim itib tamam. Yaraşığım itib. Mən də darıxdım həqqi. Günəş bu gün gəlmirəm, ay günəş. Bu gün gəlmirəm, əzizim. Pərvin, Arzu, Sarina. Arzu anı bilmişsiniz, Arzu şeydədir, oteldə. Musa salam, geçən bayramın mübarək, ay Musa. Mişa'dır, Musa değil, Mişa. Bizimləsə niyə bağlı? İnşallah böyle şeydən sonra, bayramdan sonra Mişa. Paxlavanı vallahi pişirmədim. Xəmirini qoymuşam ora, ancaq buradayım.